İslamın gizli bilikləri. Təxminən 1000 il əvvəl Yerusəlim uğrunda gedən mübarizə yeni dünya nizamının yaranmasına səbəb olur. Xristianlarla müsəlmanlar arasında amansız döyüşlər gedir. Lakin çox az adam bilir ki, hələ 1000 il əvvəl müsəlmanlar Avropada məlum olmayan texniki biliklərə və yüksək sənətkarlıq bacarıqlarına malik idi. Bütün bunlar və daha çoxu indi Möcüzələr Dünyası proqramında. Möcüzələr Dünyasının yeni buraxılışına xoş gəlmisiniz. Bugün çox xüsusi bir mövzudan danışacağıq. İslamın gizli biliklərindən. Bugün Qərbdə İslam çox vaxt terror törədən fanatiklərin fəaliyyəti ilə əlaqələndirilir və müsəlmanlar kör-körənə dağıdıcı qüvvə kimi təqdim olunur. Halbuki həqiqət tamam başqadır. İslam dini nə zorakılığın, nə də zülmün mənbəyidir. Bugün sizi səlib yürüşləri dövrünə aparacağıq. O zaman Tanrının adı ilə zorakılıq və müharibə aparan tərəf məhz biz, xristian Avropalılarıydıq. Tarixin ən böyük bilik qarətindən birinin də əsasını biz qoymuşduq. Təəccüblüdür ki, bugün belə məktəblərdə ərəb müsəlman mədəniyyətinə nə qədər borclu olduğumuz demək olar ki, öyrədilmir. Təxminən 1000 il əvvəl yeni dünya formalaşmağa başlayır. Bu dövrün başlanğıcı Yerusəlim uğrunda aparılan qanlı döyüş sayılır. Bu döyüşdə xristianlar və müsəlmanlar qarşı-qarşıya gəlmişdi. Həmin dövrdə müsəlmanlar texniki bilik və sənətkarlıq baxımından Avropalılardan irəlidə idilər. Onlar artıq müxtəlif mexaniki saatlardan istifadə edir, dəqiq işləyən, zaman ölçən texniki avadanlıqlara sahib idilər. Səlib yürüşləri dövründə kilsə, müsəlmanların qabaqcıl texnologiyalarını şeytan işi hesab edirdi. Hətta İslam dünyasının tibbi bilikləri belə kilsə rəhbərləri tərəfindən qəbul edilmir, əsrlər boyu gizlədilirdi. Bunun səbəblərindən biri odur ki, tarixi adətən qaliblər yazırlar. Orta əsrlərdə tarix sənnamələrini əsasən kilsə rahibləri qələmə alırdı. Latın dilinə və xristian dünya görüşünə bağlı olan bu rahiblər İslamı düşmən, hətta antixrist kimi təqdim edirdilər. 1187-ci ildə xristianlarla müsəlmanlar arasındakı qarşıdurma öz zirvə nöqtəsinə çatdı. Tarixin gördüyü ən böyük müsəlman ordularından biri səlibçilərə qarşı həlledici döyüşə hazırlaşırdı. Ordunun başında Sultan Səlahəddin dayanırdı. O dövrünün ən qabaqcıl hökümdarlarından biri idi. Səlahəddin inanırdı ki, qələbəyə yalnız iman və döyüş ruhu deyil, həm də düzgün taktika və elmi biliklər aparır. Bu, həmin dövrün müsəlman hökümdarları üçün xarakterik düşüncə tərzi idi. Yeni din elmə güclü təkan vermiş, yaradıcılıq və inkişaf potensialına malik yeni insan tipi formalaşdırmışdı. Müsəlman döyüşçülər qələbə qazanacaqlarından əmin idilər. Onların öz güclərinə inamı böyük idi. Və xristian səlibçilərin güclü ordusu ilə üz-üzə gəlməkdən çəkinmirdi. Müsəlmanlar döyüşdə taktiki üstünlüyə arxalanırdı. Müsəlmanların franklar adlandırdığı səlibçilərsə öz hərbi nizam intizamlarına və dini fanatizmlərinə güvənirdi. Cəngavərlər əskərləri mütləq qələbə əzmi və amansız döyüş ruhu ilə yetişdirirdilər. Mən sizə bunu necə eləməyi göstərəcəm. Belə sərt mövqe onlara Yerusəlim üzərində hökmranlıq qazandırıb. Məhz bunun sayəsində onlar təxminən 100 il ərzində Yerusəlimə hakim olmuşdu. Yerusəlim həm müsəlmanlar, həm də xristianlar üçün müqəddəs şəhərdir. Müqəddəs Qurana görə Peyğəmbər Məhəmməd göylərə yüksəlişini məhz Yerusəlimdən eləmişdi. Xristianların müqəddəs kitabında isə İsa Peyğəmbərin bu şəhərdə həbs edildiyi, çarmıxa çəkildiyi və dəfn olunduğu yazılır. Hər iki cəbhənin bu şəhərə dərin dini bağlılığı Yerusəlimin əsrlər boyu sülhə qovuşmasına mane olub. 1187-ci ilin iyul ayının əvvəlində iki böyük ordu üz-üzə gəlir.
Franklar Səfuriyə qalası yaxınlığında düşərgə salarkən, müsəlmanlar Təbəriyə yaxınlığında mövqe tutmuşdu. İki ordu arasında yerləşən Hiddin düzündə həlledici döyüş başlayır. Əskərlər döyüşə hazırlaşarkən, müsəlman alimləri texnoloji üstünlüklərini daha da inkişaf etdirməyə davam edir. Mən dövrümüzün ən böyük müsəlman alimi Bahəddinin şagirdi İbn Əl-Əsirəm. Sandığın içində nə olduğunu bilmək istəyirdim. Ustad yanımda olmadığı üçün içərisinə baxa biləcəyimi düşündüm. Amma ustadım izah elədi ki, bu sandıq adi açarla açılmır. O, yalnız kiçik açarı düzgün mövqeyə gətirən şəxs tərəfindən açılan yeni növ kilidlə qorunur. 12-ci əsrdə müsəlman alimi Əl-Cəzəri dünyanın ilk seyf qıfıllarından birini hazırlamışdı. Üzərində hərf kombinasiyaları əks olunan bu kilidlər sandığın içindəkiləri icazəsiz müdaxilədən qoruyurdu. Bu kilid qədim zamanlarda istənilən sandığa quraşdırıla bilərdi. Onun təsviri təxminən 1200-cü ilə aid əlyazmalarda qorunub saxlanmışdı. Bu kilidi açmaq üçün açara ehtiyac yoxdur. Sadəcə düzgün kombinasiyanı bilmək lazımdır. Düzgün kombinasiyanı tapdıqda mexanizmin oyuntuları üst-üstə düşür və təhlükəsizlik sancaqları hərəkət edə bilir. Beləliklə, qapaq açılır. Düzü, mən heç vaxt belə bir şey görməmişdim. Ustad Bahəddin mənə sandığın içində nə olduğunu göstərdi. Bir kitab. Mən soruşdum ki, bu kitab niyə bu qədər qiymətlidir və niyə belə ciddi qorunur? O cavab verdi. Bu, İslamın ən böyük xəzinəsidir, bilik kitabı. Bu kitabda müsəlman mədəniyyətinin topladığı bütün elmi biliklər əks olunmuşdu. Burada İslam alimlərinin bəşəriyyətə bəxş elədiyi möhtəşəm ixtiralar toplanmışdı. Elmlərin inkişafının başlıca səbəbi onların İslamın daha düzgün dərk edilməsinə və tətbiqinə xidmət eləməsi idi. Elm, müsəlmanların dini həyatını zənginləşdirmək və cəmiyyətə fayda vermək üçün istifadə olunurdu. Bu məqsəd müsəlman mühəndislərini son dərəcə dəqiq vaxt ölçən cihazlar hazırlamağa sövq etdi. Buna nümunə olaraq 12-ci əsrdə Əl-Cəzərinin hazırladığı su saatını göstərmək olar. Bu qurğu qum saatlarının daha təkmilləşdirilmiş forması idi. Qum əvəzinə su yuxarı qabdan aşağı qaba doğru axırdı. Su səviyyəsi azaldıqca üzən mexanizm hərəkətə gəlir və mürəkkəb çarx sistemini işə salırdı. Bu mexanizm lövhə üzərindəki göstəricini hərəkət etdirərək keçən vaxtı göstərirdi. Bu cür möhtəşəm qurğular yalnız zamanı ölçmək üçün yaradılmamışdı. Onlar həm namaz vaxtlarını dəqiq müəyyənləşdirmək, həm də hökmdarların nüfuzunu nümayiş etdirmək məqsədi daşıyırdı. Yazılı mənbələrdən məlum olur ki, həmin saatlar son dərəcə zəngin şəkildə bəzədilirdi. Müsəlman alimləri yalnız mexanikada deyil, müxtəlif elm sahələrində də dövrlərinin elmi inkişafına istiqamət verən qabaqcıl simalar idilər. Ustad Bahəddin məni öz köməkçisi, gələcəkdə isə varisi seçmişdi. Amma bunun üçün mən hələ əcdadlarımızın nailiyyətləri haqqında çox şey öyrənməliydim. Bu nə daşdır? Mən buna bənzər heç nə görməmişəm. Ustadım izah elədi ki, bu cilalanmış şüşədir və insanın görmə qabiliyyətini yaxşılaşdırır. Beləliklə öyrəndim ki, qədim Yunanlar hələ əsrlər əvvəl gözün funksiyasını tədqiq ediblər. Lakin 11-ci əsrdə ərəb alimi İbn Əl-Heysəm bu tədqiqatları daha da inkişaf etdirdi və cilalanmış şüşənin görüntünü böyütdüyünü, görmə qabiliyyətini gücləndirdiyini müəyyən etdi.
İnanılmazdır ki, alimlərimiz digər xalqların tədqiqatçılarından nə qədər irəlidədirlər. Amma bu üstünlük hələlik franklarla müharibədə qələbə qazanmağa kifayət eləməyib. Mən ustadımdan soruşdum ki, nə üçün müsəlmanlar indiyə qədər frankları həlledici döyüşdə məğlub eləyə bilməyiblər? O cavabında bildirdi ki, əsas səbəb müsəlman xalqlarının uzun müddət öz aralarında parçalanmış vəziyyətdə olmasıdır. Daimi daxili qarşıdurmalar, tez-tez baş verən münaqişələr güclü və vahid ordu yaratmağa imkan verməmişdi. Amma Sultan Səlahiddinin rəhbərliyi altında bu vəziyyət dəyişdi. O, müsəlmanları bir bayraq altında birləşdirməyi bacardı və 30 min nəfərlik güclü ordu qurdu. Ustad Bahəddin mənə sabahki döyüş üçün hazırlanmış taktikanı izah eləyir. Onun fikrincə, qələbə yalnız öz üstünlüklərimizdən istifadə edib düşmənin zəif tərəflərini üzə çıxardığımız halda mümkün ola bilər. Müsəlman ordusunun ən güclü qüvvəsi atlı ox atanlardır. Onlar yay və oxla yanaşı nizələrdən də istifadə edirlər. Bu silahlar həm yaxın, həm də uzaq məsafədə döyüşmək üçün yararlıdır. Əksər ox atanlar at belində olduqlarından birbaşa qarşı durmadan uzaq qalaraq məsafədən hücum edə bilirlər. Döyüş zamanı onlar cinahlara çəkilməli və oradan düşməni ox və nizə yağışına tutmalıdırlar. Səlibçilər isə əsasən yaxın döyüş üçün təlim keçmişdi. Onlar zəncirvari zirehlər, dəbilqələr, qalxanlar və qılınclarla silahlanmış əsl döyüş maşınları idi. Lakin onların ən böyük zəifliyi hərəkətsizlik idi. Təxminən 40 kiloqram çəkidə olan ağır zirehlər onları yavaşladır və tez yorurdu. Çevik rəqiblərlə üzləşəndə bu zəiflik daha da aydın görünürdü. Buna baxmayaraq, üz-üzə döyüşdə onları məğlub etmək çox çətin idi. Mən qorxurdum. Qorxurdum ki, öz üstünlüklərimizdən lazımıca istifadə eləyə bilməyəcəyik. Sabah o döyüş maşınlarını məğlub eləməliyik. Mütləq qalib gəlməliyik. Mütləq. Tarixçilərin fikrincə 4 iyul 1187-ci ildə Hittin döyüşü təxminən belə baş vermişdi. Frankların tərəfində 25 min döyüşçü, müsəlman tərəfində isə 30 min əskər var idi. Müsəlman piyada qoşunları döyüş düzülüşünün mərkəzini təşkil edirdi. Atlı ox atanlarsa cinahlarda yerləşmişdi. Orduların əsas hissəsi mərkəzdə toqquşarkən, müsəlman ox atanları səlibçiləri mühasirəyə almağa başladı. Onlar düşmənin üzərinə fasiləsiz ox yağdırırdılar. Franklar sıx düzülüşdə dayanaraq bütün gücləri ilə düşmənə qarşı çıxmağa çalışırdılar. Franklar belə taktika ilə qarşılaşmağa hazır deyildilər. Onlar mühasirədən çıxmağı bacara bilmədilər. Tez yorularaq döyüşdə məğlub oldular. Hittin məğlubiyyəti nəticəsində səlibçilər Yerusəlimi itirdi. Ordularının böyük hissəsi məhv edildi. Şəhəri müdafiə etmək artıq mümkün deyildi. Beləliklə, Sultan Səlahiddin müqəddəs şəhər üzərində 100 illik xristiyan hakimiyyətinə son qoydu. O şəhərdə yaşayan xristiyanlara və sağ qalmış səlibçilərə Yerusəlimi təhlükəsiz şəkildə tərk etməyə icazə verdi. Lakin onun bilmədiyi bir məsələ vardı. Bu qələbə eyni zamanda ərəb elm və texnologiyasının qərbə daşınmasının başlanğıcı olacaqdı. Cəmi bir neçə il sonra başqa bir xristiyan hökmdarı Yerusəlimi yenidən ələ keçirmək üçün yola çıxacaqdı. Onun adı şir ürəkli Richard idi. Bugün söhbət İslamın gizli biliklərindən və xristiyan Avropasının bu bilikləri necə mənimsəyib uzun illər gizlətməsindən gedir. Müasir elmin əslində hardan qaynaqlandığını araşdırırıq. Səlib yürüşləri dövründə iki məşhur hökmdar üz-üzə gəlir. Bir tərəfdə Yerusəlimi yenidən müsəlmanların nəzarətinə qaytarmağa nail olmuş Sultan Səlahiddin dayanır. Digər tərəfdə isə orta əsrlərin ən məşhur və qorxmaz döyüşçülərindən biri olan şir ürəkli Richard var. O, Yerusəlimi yenidən ələ keçirmək istəyir və bu məqsədinə çatmaq üçün son dərəcə amansız üsullardan istifadə edir. Lakin istəyinə nail ola bilmir. Yerusəlim tarixində ilk diplomatik güzəştlərdən biri baş verir. Səlahiddin qalib olaraq qalır, lakin o hələ bilmir ki, səlibçilər artıq çoxdan ondan daha qiymətli bir xəzinəni oğurlamağa başlayıb. 1187-ci ildə Sultan Səlahiddin Hittin döyüşündə səlibçiləri məğlub edir və Yerusəlimi yenidən fəth edir.
Təxminən 100 illik xristian hakimiyyətindən sonra müqəddəs şəhər yenidən müsəlmanların əlinə keçir. Bu elə bir dövrdür ki, İslam mədəniyyəti daxilində elm və texnologiya misilsiz sürətlə inkişaf edir. Bu həqiqətən də möhtəşəm bir dövrdür və bu biliklər qələbəyə aparan yolun əsasını təşkil edir. Sultan Səlahəddinin diplomatik uzaqgörənliyi və siyasi məharəti sayəsində xristianlarla müsəlmanlar arasında müəyyən yaxınlaşma yaranmağa başlayır. Müsəlmanlar arasında baş verən bu inkişaf Vatikanın narazılığına səbəb olur. Papa 13-cü Qriqori Yerusəlimin itirilməsindən ciddi şəkildə sarsılır. O, Yerusəlimin süqutunu qəbul etmir və şəhərin dərhal geri alınmasını tələb edir. O, Avropanın xristian imperatorlarını və krallarını məsuliyyətli olmağa çağırır və 3-cü səlib yürüşünə səsləyir. Bu çağırışa cavab verən Avropa hökmdarlarından biri də Richarddır. O, İngiltərə kralıdır və orta əsrlərin əsl qəhrəmanı hesab olunur. Cəsarəti və güclü liderlik qabiliyyəti sayəsində ona şir ürəkli ləqəbi verilib. Alman imperatoru Friedrich Barbarossa 2 il əvvəl səlib yürüşü zamanı vaxtsız vəfat edəndən sonra 1190-cı ilin iyun ayında şir ürəkli Richard Cənubi İtaliyaya doğru yola düşür. Şir ürəkli Richard öz adına layiq olduğunu Fələstində də sübut etmək əzmindədir. 1191-ci ilin yazında onun donanması Siciliyadan yola düşür və aprel ayında Akka limanına çatır. Bu şəhər Hittin döyüşündə səlibçilərin məğlubiyyətindən sonra müsəlmanların hakimiyyəti altında idi. Aylarla davam edən mühasirədən sonra Richard qalaya daxil olmağa nail olur və şəhər əhalisi arasında dəhşətli bir qırğın törədir. Təxminən 3000 sağ qalan müsəlman əsir götürülür. Onların azad edilməsi üçün fidyə tələb olunur. Richardın Akkaya gəlişi və şəhəri ələ keçirməsi xəbəri Sultan Səlahəddini ciddi şəkildə narahat edir. O, Yerusəlimin müdafiəsini daha da gücləndirməyə məcbur qalır. Səlahəddin ustadın Bahəddinə və mənə böyük miqdarda xüsusi bir maye hazırlamaq əmr eləmişdi. Bu maddə sonralar Yunan alovu adlandırılacaqdı. Çünki onun ilk dəfə Yunanistanda icad edildiyi və istifadə edildiyi hesab olunurdu. Müsəlmanlarsa başqa xalqlardan aldıqları elmi bilikləri əhəmiyyətli dərəcədə inkişaf etdirmişdilər. Bu biliklərin əsas mənbələri Yunanlar, xüsusilə də qədim Yunan alimləri və farslar idi. Sonralar bu elmi irsə hindlilərin nailiyyətləri də əlavə olundu. Məhz bu üç böyük mədəniyyət ərəb elminin əsas qaynaqlarını təşkil edirdi. Hazırlanan məhlul çox tez alışırdı və gil qablara doldurulurdu. Fitil alışdırıldıqdan sonra bu yandırıcı qablar hücum eləyən düşmənin üzərinə atılırdı. Onları alovlandırıb düşmənə tərəf atırdılar. Pirotexnik Pit Rotter bu məşhur Yunan alovunun necə işləyə biləcəyini nümayiş etdirir. O, Münhendəki emalatxanasında yanan qarışığı xüsusi hazırlanmış gil qumbaralara doldurur. Mayenin tərkibini və qumbaranın quruluşunu orta əsr ərəb hərbi mühəndislərinin təsvirlərindən və rəsimlərindən öyrənib. Burada nafta, yəni neft məhsulu, selitra və kükürt var. Gəlin bunu yoxlayaq. Təcrübə uğurlu alınır. Maye quru saman kimi dərhal alışıb yanır. Su ilə demək olar ki, söndürmək mümkün deyildi. Yalnız qum kömək eləyə bilərdi. Lakin insanlar qumu özləri ilə nadir hallarda daşıyırdılar. Su isə hər yerdə olmurdu. Buna görə də bu alov demək olar ki, söndürülə bilmirdi. Bu vaxt Səlahəddinin qoşunları Yerusəlimin müdafiəsinə hazırlaşarkən Sultan ağır bir dilemma qarşısında qalır. Richardın əlində olan 3000 müsəlman girovun taleyi onu ciddi narahat edir. Bir tərəfdən o,
Əsir düşmüş həmvətənlərinin taleyinə görə əzab çəkir, digər tərəfdənsə şir ürəkli Richardın təzyiqinə boyun əymək istəmir. Ürək ağrısı ilə fidyə ödəməkdən imtina edir və bunun əvəzinə frankların Yerusəlim istiqamətində irəliləyişinə qarşı hazırlıq görür. Bu vaxt Ustad Bahəddin mənə franklara qarşı istifadə edə biləcəyimiz başqa bir silah göstərir. Bu, qara rəngli bir tozdur. Onun sözlərinə görə, bu maddə yandırıcı qablardan da qat-qat təhlükəlidir. Bu tozun bu qədər təhlükəli olması mənə inandırıcı görünmür. Aman Allahım! Bu tozun cəhənnəmdən gəldiyinə inanmaq olar. Bəs biz bundan franklara qarşı necə istifadə edəcəyik? Gözlə, ehtiyatlı ol. Bu şeytani bir ixtiradır. Bu möhtəşəm bir şeydir. Ustad mənə izah eləyir ki, o, bu tozun gücü ilə hərəkət eləyən xüsusi bir qurğu hazırlayıb. Bu odlu ox düşmənə doğru atılır və məqsəd düşmənlə yaxın döyüşə girmədən ona zərbə vurmaqdır. Heç kim düşmənlə üz-üzə döyüşə cəlb olunmaq istəmir. Bu orta əsr silahını da sınaqdan keçirirlər. Qarşımızda Osmanlı raketi dayanır. Bu qurğunun içi barıtla doldurulurdu. Sonra isə ona xüsusi hərəkət verici doldurucu yerləşdirilir və mümkün qədər uzağa uçurmağa çalışırdılar. Orijinal nümunə bundan qat-qat böyük idi. Metaldan hazırlanırdı. İnanılmaz dərəcədə ağır olurdu. O elə də uzağa uça bilmirdi. Yoxlayaq görək bu qurğu havaya qalxacaq yoxsa yox. Köpük materialından hazırlanmış model havaya qalxır. Lakin onun uçuş xüsusiyyətləri çox da qənaətbəxş deyil. Əslində işləmə prinsipi bizim yeni il gecələrində istifadə elədiyimiz fişəng raketləri ilə eynidir. Burada raketin gövdəsi yerləşir. İçəridə qara barıtla doldurulmuş hərəkət verici hissə var. Aşağıdakı kiçik dəlik reaktiv təkan yaradır və qaz axınını bir nöqtəyə yönəldir. Burada alışdırıcı fitil yerləşir. Bir qədər əvvəl onu məhz bunun vasitəsilə alışdırmışdıq. Burada isə əlavə bir çubuq var ki, raketin uçuş sabitliyi qorunsun. Əks halda bu qurğu sadəcə qısa müddət havaya qalxar və çox güman ki, dərhal yenidən yerə düşərdi. Osmanlı raketində də prinsip eyni idi. Sadəcə o qədər ağır idi ki, məncə bu modeldən elə də uzağa uça bilmirdi. Müsəlman mühəndislər yandırıcı qablar və raketlərlə yanaşı, hələ 14-cü əsrdə döyüş arabasına bənzər zirehli hücum maşını da hazırlamışdılar. Bu qurğu qala qapılarını və divarlarını dağıdırdı. Onun içindəki döyüşçülər yandırıcı qabların və oxların hücumlarından qorunurdu. Baxmayaraq ki, Səlahəddinin daha çox qoşunu və daha çox hərbi texnikası var idi. O, Akkadakı əsirləri azad edə bilmir. Fidyə ödəməkdən imtina etməsi növbəti qırğına səbəb olur. Şir ürəkli Richard 3000 girovun başının kəsilməsini əmr edir və Yerusəlimdə Səlahəddinə hücum etmək qərarına gəlir. Onun qoşunu şəhər qapılarından bir neçə kilometr aralıda dayanmağa məcbur olur. Richard onda xəstələnmişdi. Kral Richardın həkimləri çarəsiz vəziyyətdə qalırlar. Ümid yalnız Tanrıyadır. Maraqlıdır ki, səlib yürüşləri dövründən bir ərəb həkimin xatirələri günümüzə qədər gəlib çatıb. O, xristian bir həkimin tətbiq elədiyi müalicə üsullarını şəxsən müşahidə eləmişdi. Həmin ərəb həkim bir neçə xəstənin olduğu xristian qalasına çağırılmışdı və orada əqli pozuntu keçirdiyi düşünülən bir qadının necə müalicə olunduğuna şahid olmuşdu. Qadının saçları qırxılmış və baş dərisinə xaç şəkli çəkilmişdi. Bundan güya ruhi xəstəliyi sağaltmağa çalışırdılar. Avropada hələ də xəstəlikləri sehr, ofsun, ayin və dualarla müalicə etməyə çalışdıqları bir vaxtda ərəb həkimləri artıq mürəkkəb cərrahi əməliyyatlar həyata keçirirdi. İnsan bədəninin anatomiyası haqqında geniş bilikləri onlara sümüklər və daxili orqanlar üzərində tibbi müdaxilələr aparmağa imkan verirdi. Müayinə üçün çoxsaylı mexaniki qurğular da hazırlamışdılar. Bu, qan alındıqdan sonra itirilən qan miqdarını müəyyən eləmək üçün istifadə olunan bir cihazdır. Bu model təxminən 1200-cü ilə aid bir əlyazmaya əsasən hazırlanıb. Qan bu qaba tökülürdü. İndi su ilə bunu nümayiş elətdirəcəm. Beləliklə, maye silindrik qaba daxil olurdu. Həmin qabın içərisində üzən bir hissə yerləşirdi və o qalxdıqca bütün mexanizmi hərəkətə gətirirdi.
Üst hissədəki iki fiqur həm xəstəni əyləndirmək, həm də alınmış qan miqdarını göstərmək üçün nəzərdə tutulmuşdu. Mən bunu başa düşə bilmirəm. Kral şir ürəkli Richard xəstədir və biz onu müalicə eləməliyik. Sultan Səlahəddin ağlını itirib, Ustad Bahəddin nə baş verdiyini bilir, amma hələ mənə demir. Elə bizim ən böyük düşmənimizi sağaltmalı oluruq. Üstəlik Sultan bizə bir bəxşiş də verib. Görəsən, o bundan nə məqsəd güdür? Frankların düşərgəsində bizim gəlişimizə hazır olduqlarını bilsəm də, kafirlərin bizi necə qarşılayacağını düşünürəm. Mən indiyədək düşmənlərimiz olan səlibçi cəngavərlərə heç vaxt bu qədər yaxın olmamışdım. Onlar bizi olduqca soyuq qarşılayırlar. Gizlədilən düşmənçilik hissini açıq şəkildə hiss eləyirəm. Kral öz səhra yatağında uzanıb və çox zəif görünür. Ustadım onu müayinə eləyir və tezliklə şir ürəkli Richardın nədən əziyyət çəkdiyini anlayır. Görünür, o düzgün qidalanmayıb. Frank həkimindən öyrənirik ki, kral bir neçə həftə ərzində yalnız qurudulmuş ət yeyib, heç bir tərəvəz və meyvə qəbul eləməyib. Ustadım Frank həkimini sakitləşdirir və izah eləyir ki, kral kifayət qədər təzə meyvə qəbul eləsə və təmiz şəraitdə qulluq görsə, tezliklə sağalacaq. İslam mədəniyyətində artıq 10-cu əsrdə evlərin öz su təchizatı və kanalizasiya sistemləri var idi. İnsanlar hər gün hamama gedərək təmizliklərinə diqqət yetirirdilər. Avropanın şəhərlərində isə həmin dövrdə insanlar hündür taxta ayaqqabılar geyinməyə başlamışdılar ki, küçələrdəki çirkabın içindən ayaqları islanmadan keçə bilsinlər. O dövrün gigiyenik şəraiti məhz belə idi. Lakin su yalnız şəhərlərdə deyil, kənd təsərrüfatında da lazım olan yerlərə məqsədli şəkildə yönəldilirdi. Bu, vintli su nasosunun modelidir və belə işləyir. Axan su əvvəlcə bu su çarxını hərəkətə gətirir. Su çarxı fırlanma hərəkətini dişli çarxlar vasitəsilə bu vintə ötürür və həmin vint suyu yuxarı qaldıraraq əkin sahələrinə çatdırır. Beləliklə, böyük həcmdə su suvarma məqsədi ilə sahələrə ötürülürdü. Mən çox həyəcanlıyam. Belə möhtərəm hökmdar olan sultanın bu qədər yaxınlığında olmaq mənim üçün böyük şərəfdir. İndi başa düşürəm ki, Sultan Səlahəddin bizi şir ürəkli Richardı müalicə eləmək üçün Frankların düşərgəsinə niyə göndərmişdi? O, Yerusəlim uğrunda mübahisəni diplomatik yolla həll eləmək istəyirdi. Səlahəddin təkcə güclü sərkərdə deyil, həm də bacarıqlı və uzaqgörən diplomat idi. O, Richardın xəstəliyindən istifadə edərək, müsəlmanlarla xristiyanları bir-birinə yaxınlaşdırmağa çalışırdı. Onun planı işə yarayır. Richard anlayır ki, Yerusəlimi ələ keçirə bilməyəcək və Səlahəddinin güzəşt təklifini qəbul edir. Yerusəlim müsəlmanların nəzarətində qalır. Bunun müqabilində Franklar Yaffa, Akka və Sur şəhərlərini əllərində saxlayırlar. Səlahəddinin planı tarixdə müsəlmanlarla səlibçilər arasında ilk dinc yaxınlaşmanın əsasını qoyur. 2 il davam edən yürüş və qarşıdurmalardan sonra səlibçi ordusu 1192-ci ilin sentyabrında Fələstini tərk edir. Nəhayət, uzun illər gözlənilən sülhün bərqərar olduğu görünür. Amma mən buna sevinə bilmirəm. Çünki ustadım çox ağır xəstədir. O, ölümdirim mübarizəsi aparır. Son dəfə mənə etibar göstərir. Ustad özünün ən qiymətli xəzinəsindən ayrılır və onu mənə təhvil verir. Alimlərimizin elmi qeydlərinin toplandığı kitabı mənə verir. Ölümündən biraz əvvəlsə məni öz varisi elan eləyir. Ustad, mən sənsiz neyniyəcəm?
Təxminən 1215-ci ildə İspaniyadakı Toledo və Cordova ilə yanaşı Siciliyadakı Palermoda müsəlman elminin ən mühüm mərkəzlərindən birinə çevrilmişdi. Bunun əsas səbəbkarı müqəddəs Roma imperatoru 2-ci Fridrix idi. O, qəlbinin dərinliyində geridə qalmış Avropa cəmiyyətini bəyənmir, ərəb mədəniyyətinə və onun elmi nailiyyətlərinə böyük heyranlıq duyurdu. Katolik kilsəsinin gözündə bu ciddi problem idi. Kilsə İslamın gizli biliklərinə sahib olmaq istəyir, amma eyni zamanda mədəniyyətlərin bir-birinə yaxınlaşmasının qarşısını almağa çalışırdı. Möcüzələr dünyasına xoş gəlmisiniz. Söhbət İslamın gizli biliklərindən gedir. İslam alimlərinə başqa mədəniyyətlərin elmi nailiyyətlərini inkişaf etdirməyə və təkmilləşdirməyə imkan verirdi. Bunun ən yaxşı nümunələrindən biri riyaziyyatdır. Bugün bütün dünya ərəb rəqəmlərindən istifadə edir. Baxmayaraq ki, onların əsli Hindistandan gəlir. O dövrdə istifadə olunan Roma rəqəmləri ilə müqayisə isə açıq-aşkardır. Məsələn, 3788 rəqəmi Roma yazısında belə görünürdü. Bu həqiqətən də mürəkkəb hərf yığınıdır. Bunun mənasını başa düşmək üçün hətta mən də hesablamalı oluram. 3500 yüzlər, 50-lər, onluqlar, beşlik və təkliklər. Göründüyü kimi bu sistem çox mürəkkəbdir. Lakin ərəb alimləri biliklərin mənbəyini həmişə açıq göstərdikləri halda, Xristian Avropasında həmin mənbələr çox vaxt sadəcə silinib unudulurdu. 1190-cı ildə İngiltərə kralı şir ürəkli Richard Yerusəlimi müsəlmanların əlindən almaq məqsədi ilə 3-cü səlib yürüşünə çıxır. O, bir sıra döyüşlərdə qalib gəlsə də, Yerusəlimi işğal etməyə nail olmuş. Sultan Səlahəddin barışıq təklif edir. Razılaşmaya əsasən, Yerusəlim müsəlmanların nəzarətində qalır, lakin xristian zəvvarların şəhərin müqəddəs məkanlarını ziyarət etməsinə icazə verilir. Məhz bu dinc razılaşma nəticəsində müsəlman dünyasından Avropaya geniş bilik axını başlayır. Müsəlman alimləri hələ bilmir ki, bununla İslam dünyası öz elmi üstünlüyünü tədricən itirəcək. Avropa isə bu inkişafdan böyük fayda əldə edir. Xüsusilə elmi və texniki nailiyyətlər İslam dünyasından Xristian Avropasına, daha dəqiq desək, 2-ci Fridrixin iqamətgahı olan Siciliyaya çatır. Ştaufenlər sülaləsindən olan müqəddəs Roma imperatoru müsəlmanların arasında böyümüşdü və ərəb dilini alman dilindən daha yaxşı bilirdi. O çətin seçim qarşısında qalmışdı. Kilsə onu Xristian imperatoru kimi Yerusəlimə yeni səlib yürüşünə rəhbərlik etməyə məcbur edirdi. Halbuki o, daha çox yaxınlıq hiss etdiyi insanlara qarşı döyüşməli olacaqdı. 2-ci Fridrix yalnız müsəlman mədəniyyətinə yaxınlığına görə deyil, elmi fəaliyyətlərinə görə də kilsə rəhbərlərinin tənqidinə məruz qalırdı. İmperator vəzifələri ilə yanaşı elmi əsərlər də öyrənirdi. Kilsə bunu hətta küfür hesab edirdi. Fridrix xüsusilə müsəlmanların astronomiya sahəsindəki biliklərinə heyran idi. Onlar planetlərin və ulduzların hərəkətlərini öyrənmək üçün saniyə dəqiqliyində işləyən saatlardan istifadə edirdilər. Burada 12-ci əsrə aid dəqiqə tərəzisinin modelini görürsünüz. Bu cihazla saatın hissələrini, yəni dəqiqələri və daha kiçik zaman vahidlərini ölçmək mümkün idi. İş prinsipi belədir. Bu qab su ilə doldurulur və su əvvəlcədən hesablanmış xüsusi dəlikdən 1 saat ərzində axıb boşalır. Suyun çəkisi azaldıqca saatın hissələri və saniyələr ölçülür. Ustadım Bahəddinin ölümündən sonra onun yolunu davam elətdirdim. Bir müddətdir ki, kəndli Siciliyada gənc müsəlman tələbələrə dərs deyir, onlara müsəlman alimlərinin elmi və texniki nailiyyətlərini çatdırmağa çalışıram. İndi isə yenidən öz işlərinizə diqqət yetirin. Buyurun. Mən Franklar ölkəsində özümü yaxşı hiss edirəm. Onların hökmdarı müsəlmanlara qarşı xoşniyyətlidir və elmə böyük maraq göstərir. 13-cü əsrdə müsəlman alimlərinin biliklərinin Siciliya krallığında olması qeyri-adi deyil. Çünki bütün Cənubi Aralıq dənizi İslam təsiri altında idi və Aralıq dənizi adasında çoxlu müsəlman yaşayırdı. Yaxşı ki, imperator məni sarayına çağırdı. O, məni müsəlman alimlərimizin biliklərini təqdim eləmək üçün çağırmışdı. Bax, burada hər şey yazılıb. O, mənim əcdadlarımın qeydlərindən heyran qalıb, daha çox öyrənmək istəyir. Kralla görüşümüz zamanı o mənə öz kilsə rəhbərləri ilə olan münaqişədən və xristianlarla müsəlmanlar arasında baş verə biləcək yeni müharibə təhlükəsindən danışdı. Bəşəriyyətin gələcəyi risk altındadır.
Friedrixlə müsəlmanlar arasındakı dostluq kilsənin getdikcə daha çox nəzərini cəlb edir. Onlar qorxurlar ki, inkişaf etmiş bilik Avropada yayılacaq və insanları dindən uzaqlaşdıracaq. Həm də müsəlmanların imperator üzərində təsiri artacaq. Bunların hər ikisi kilsə üçün böyük güc və nəzarət itkisi deməkdir. Bunu dayandırmaq lazımdır. Ruhanilər üçün əsas məqsəd budur. Hər şey Tanrı naminə. Biz bir yol tapmalıyıq. Mənə diqqətlə qulaq asın. Hələlik imperatorun gücü çox böyükdür. Friedrix müsəlman alimlərini qoruduqca, kilsə onlara qarşı heç nə edə bilmir. Biz öz aramızda birləşməliyik və buna əsla imkan verməməliyik. Əks halda bizim gücümüz də zəifləyəcək. Düzdür. Kilsə rəhbərləri sadə xalqın müsəlman araşdırmalarından təsirlənəcəyindən qorxsalar da, özləri bu kafir yazıları diqqətlə öyrənirlər. Onlar ərəb alimlərinin kitablarını ələ keçirir və tərcümə etdirirlər. Salernoda 25 əsər Latın dilinə tərcümə olunmuşdu. Lakin əsl müəlliflərinin adları qeyd edilməyib. Bu, Orta əsr Avropasında adi bir üsul idi. Vəziyyət dəyişir. Yalnız 20-ci əsrdə bu kitabların məhz ərəb müəlliflərinə aid olduğu aşkar edilib. Vəziyyət dəyişir. Burada özümü getdikcə narahat hiss edirəm. Düşünürəm ki, bəzi çevrələrdə mən arzu olunmuram. (1250-ci ildə İmperator Friedrix vəfat edəndən sonra Avropada elm və tədqiqatın ən böyük himayədarı da dünyasını dəyişir. Bu, kilsə üçün müsəlmanlarla yaxınlaşmanı və onların biliklərinin yayılmasını dayandırmaq üçün bir fürsət olur. Friedrich Hohenstaufenin ölümü ilə bu bilik mübadiləsi dövrü sona çatır və yerini sərt düşmənçilik dövrü ilə əvəzləyir. Bu küfür sayılanları buradan yığışdırın, qardaşlar. Kilsə Friedrixin şəxsi kolleksiyasındakı kitabları, əl yazmaları və elmi modelləri müsadirə edir. Bu, elm tarixində ən böyük qarətlərdən biridir. Bundan əlavə, kilsə rəhbərləri müsəlman alimlərini saraydan qovurlar. Nə baş verdi axı? Açıq fikirli imperator öldü və sən demə kilsə bunu çoxdan gözləyirmiş. Mənim iki mədəniyyəti yaxınlaşdırmaq missiyam uğursuz oldu. Mən evə qayıdıram. Müsəlman dünyasının 800 illik bilikləri itmir. Amma böyük alimlərin elmi irsi oğurlanır. Kitablar, əl yazmalar və sxemlər qaranlıq zirzəmilərdə yoxa çıxır. Müəlliflərin adları isə unudulur. Yalnız əsrlər sonra bu qeydlər yenidən ortaya çıxır. Və Avropa alimləri, o cümlədən Galileo Galilei, müsəlman müəlliflərin əsərlərindən istifadə edir. Lakin onların adlarını belə bilmirlər.
Mən hesab eləyirəm ki, İslam mədəniyyətində özünə inamın zəifləməsinin səbəblərindən biri Qərbin elmi üstünlüklərinin tam şəkildə qəbul edilməməsidir. Bugün bir çox müsəlman Qərb dünyasına qarşı aşağılıq kompleksi hiss edir. Çünki öz əcdadlarının nailiyyətlərini tanımırlar. Halbuki optika, tibb, mexanika və zaman ölçmə sahəsində müasir standartlar müsəlman alimlərinin kəşfləri olmadan mümkün olmazdı. Əksinə, Qərb sivilizasiyasının bir çox nailiyyətlərinin İslam dünyasından gəldiyi qəbul olunsa, iki mədəniyyət bir-birinə daha çox hörmət edərdi. Bu filmdə bəhs elədiyimiz bilik kitabı həqiqətən də mövcuddur. 5 cildlik nəşr şəklindədir. Frankfurt Universiteti bütün bu mövzuları və daha çoxunu bir araya gətirib. Hətta bəzi əşyalar yenidən hazırlanıb və Frankfurt sərgisində nümayiş olunur. Bu kitablar və sərgi haqqında daha çox məlumatı internetdə World of Wonder saytında tapa bilərsiniz. Beləliklə, bugünlük tarixi səyahətimiz burada bitir. Mədəniyyətlər arasındakı mövcud qarşıdurmanı həll eləmək asan deyil. Amma bir-birimizi daha yaxşı tanısaq, bəlkə bir gün bu mümkün olar. Bizi izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti görüşlərədək. Sağ olun.